Sıfırdan 2000 reytingə şahmat seriyasının 3-cü dərsindəyik. Dərslərin və bu cür videoların davamı üçün videonu bəyən və səhifəyə abunə ol. Şah şahmat oyununun ən vacib figurudur. Oyunun əsas məqsədi rəqibin şahını mat vəziyyətinə salmaqdır. Buna görə də şahın təhlükəsizliyi hər gedişdə nəzərə alınmalıdır. Rəqibin figuru növbəti gedişdə şahı vura biləcəksə, buna şah deyilir. Şah elan edildikdə oyunçu mütləq bu təhlükəni aradan qaldırmalıdır. Şah altında başqa figurla gediş etmək qaydalara ziddir. Şahdan xilas olmağın 3 yolu var. Birinci yol, şahı təhlükəsiz xanaya çəkməkdir. İkinci yol, hücum edən figuru vurmaqdır. Üçüncü yol isə hücum edən figurla şahın arasına başqa figur qoyaraq hücumu bağlamaqdır. Ancaq bu üsul atın hücumuna qarşı mümkün deyil, çünki at figurların üzərindən tullanır. Əgər şah təhlükə altındadır və bu 3 yoldan heç biri mümkün deyilsə, buna mat deyilir. Mat baş verən anda oyun dərhal başa çatır və mat edən oyunçu qalib elan olunur. Yeni başlayanlar bəzən şah ilə matı qarışdırırlar. Şah yalnız təhlükə xəbərdarlığıdır və ondan çıxmaq mümkündür. Mat isə elə vəziyyətdir ki, şahı xilas etmək üçün heç bir qanuni gediş qalmır. Şah heç vaxt rəqib figurunun nəzarət etdiyi xanaya gedə bilməz. Həmçinin iki şah yanaşı dayana bilməz, çünki hər ikisi bir-birinə şah vermiş sayılar. İndi isə pat anlayışına baxaq. Pat elə vəziyyətdir ki, növbə bir oyunçudadır. Onun şahı şah altında deyil, lakin edə biləcəyi heç bir qanuni gediş yoxdur. Bu halda oyun heç-heçə başa çatır. Mat qələbə qazandırır. Pat isə heç-heçə ilə nəticələnir. Buna görə üstün mövqedə oynayan şahmatçı diqqətli olmalı və rəqibini təsadüfən pat vəziyyətinə salmamalıdır. Şah, mat və pat anlayışlarını düzgün başa düşmək şahmatın əsas qaydalarını öyrənməyin vacib hissəsidir. Bu mövzunu yaxşı mənimsədikdən sonra oyun zamanı həm öz şahınızı daha etibarlı qoruya, həm də rəqibin şahına daha təhlükəli hücumlar qura biləcəksiniz.